Bəs sən bilirsənmi ki, qazandığın pulu daha da artıra bilərsən? Yalnız işləmək yolu ilə deyil, sərmayə ilə. Sərmayəyə başlamaq istəyirsənsə, bu üç növ sərmayə haqqında məlumatlı olmalısan. Birinci növ, bank əmanətləri. Bu ən təhlükəsiz sərmayədir. Pulu banka qoyursan, aylıq və ya illik faiz alırsan. Risk yoxdur, amma gəliri də çox deyil. Təhlükəsizlik istəyirsənsə, bu sənin seçimindir. İkinci, daşınmaz əmlak. Ev, torpaq və ya obyekt alıb kirayə verirsən. Uzun müddətli gəlir gətirsə də, ilkin kapital tələb olunur. Üçüncü, səhmlər və fond bazarları. Şirkətlərin səhmlərinə ortaq olub, oraya investisiya edirsən. Zamanla həm dividend, həm də səhmlərin dəyərinin qalxması yolu ilə gəlir əldə edirsən. Bu daha risklidir. Ancaq düzgün edilmiş sərmayə uzun müddətdə böyük qazanc əldə etdirə bilər. Videonu bəyəndinizsə, zəhmət olmasa şərh etməyi və kanala abunə olmağı unutmayaq. Görüşənədək.